Xalqımızın dünəni və bugünü məhz bu daş kitabələrdə yaşayır. Azərbaycan tarixindən xəbər verən bu qala özü boyda bir rəvayətdir. Möminə Xatun türbəsi bugün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Qız Qalası Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Güllə şəkilli bu abidənin açılmamış tarixi memarlıq sirləri çoxdur. Hündürlüyü 28 metr olan qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Paytaxta qədimlik verən Qız Qalası restavrasiyadan sonra daha da zənginləşib. Qalanın divarlarına yerləşdirilən şüşə lövhələrdə buranın tarixi barədə zəngin məlumat tapmaq mümkündür. Qız Qalasının tikilmə tarixi çox qədimdir. Belə ki, abidənin yaşının Şumer dövründən başlandığını iddia edənlər də var, 12-ci əsrdə tikildiyini sübut etməyə çalışanlar da. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılıb. Davudun oğlu Məsudun gülləsi. Kitabənin yazı üslubu və xətti 12-ci əsr yazısına yaxın olduğuna görə Qız Qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Deyilənə görə qalanın tikildiyi bu ərazi bütövlükdə suyun içərisində olub. Zaman-zaman Xəzərdəki su çəkilmələri qalanın bugün dənizin içərisindən quruya çıxmasına səbəb olub. Qız Qalasının maraqlı cəhətlərindən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Qız Qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun da məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. Məlumatlardan birində Qız Qalasından rəsədxana kimi istifadə edildiyi bildirilir. Qalanın yeni görkəmində məhz bu ehtimal da diqqətə saxlanılıb. Belə ki, burada qabaqcıl texnologiyaların köməyi ilə hazırlanan ulduzları da izləmək mümkündür. Qız Qalası barədə əfsanələr çoxdur. Qalada elektron kitablar quraşdırılıb və bu kitablarda iki dildə, Azərbaycan və İngilis dillərində Qız Qalası barədə ondan artıq əfsanə yerləşdirilib. Bu hekayələrdən bir çoxu gənc qızın oğurlanması və ölməsi ilə bağlıdır. Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılan qalanın qızla bağlı əfsanəyə əsasən Qız Qalası adlandırılmasıdır. Bütün bu mif və əfsanələrə səthi yanaşmaq olmaz. Çünki bəzən onlar əsl həqiqəti ortaya çıxarmağa kömək edir. Qız Qalasının mərtəbələrindən birində içəri şəhərin elektron xəritəsi yerləşdirilib. Xəritədə qədim tikililər, Qız Qalası, Cümə məscidi, hamamlar və digər tikililər barədə geniş məlumatlar verilir. Qız Qalasının tarixi, onun hansı məqsədlərlə tikilməsi ətrafında müxtəlif versiyalar irəli sürülməkdədir. Bu fikirlər hələlik öz təsdiqini tapmayan fərziyyələr olsa da, tikili hələ də açılmayan sirlərdən xəbər verir.